Bismillahirrahmanirrahim. Şəhrun huve indallahi əfsalü şuhur. Bəs bu bir aydır ki, ayların içərisində ən qiymətlidir. Təbii ki, ayların hamısı Allahın ayıdır. Amma bu ayda Allahın bizə baxışı, Allahın bizə bağışı, Allahın bizə rəhməti, Allahın bizə təfəzzülü çox olduğu üçün Allah təbarək və təala özü bu ayı bütün ayların içərisində seçib. Hətta bu ayın əzəmətindən də biri odur ki, bütün səmavi kitablar bu ayda nazil olub. Və Quran-ı Kərim də özü bu ayda Peyğəmbər Xuda sallallahu aleyhi və səlləmin mübarək qəlbinə bütün surətdə nazil olub. Onun üçün də ayların içərisində seçilmiş bir aydır ki, Allah səmavi kitabları bu ayda göndərib. Və əyyamuhu əfsalul əyyam. Və bunun günləri ən yaxşı günlərdir. İnsan daimən, ümumi insanın fikirləri, insanı özünə məşğul edən fikirlərdən biri bu olmalıdır ki, insan Allahdan bağışlanmalığı, Allahın razılığını əldə eləməli. Yəni, insan bu fikirdə olmalı ki, mən hansı işləri görüm ki, Allah o işlərdən razı olsun. Ramazan ayı bu işlər üçün ən gözəlidir. Çünki bu ayda Allah təbarək və təalanın nəzəri bizə o birisi ayların nisbətən daha çoxdur. Allah təbarək və təala özü bir bəhanə gəzir ki, bu ayda bizləri bağışsın. Və ləyalu əfsalul ləyalı. Gecələri ən gözəl gecələrdir. Həqiqi mənada sizə deyim ki, ümumi şəkildə Allah təbarək və təala çox mühüm bir şeyləri gecə insanlara talayır. Hətta görürsünüz ki, Quranın nazili eləmə buyurur ki, Leylətul Qədr. Biz Qədr gecəsi nazil elədik. Peyğəmbəri meyraca aparanda deyir ki, pakdır o Allah ki, gecə Peyğəmbəri apardı. Gecə və yaxud məsələn namazların içərisində ən gözəl namaz ki, gecə namazıdır. Allah təbarək və təala Peyğəmbərdən gecə istəyir. Yaxud Peyğəmbər Allah təbarək və təala deyir ki, və təzəhhəd minəl-leyl. Gecənin bir hissəsini dur, ibadət elə ginən. Gündüzə nisbətən gecənin ibadəti Allah yanında daha da önəmlidir. Şayət cürbəcür rəylər var burada. Amma zahirən Allah və təala deyir ki, gecənin ibadətinin mühüm olma səbəblərindən biri də budur ki, gecə günahkar insanlar yuxuda olur. Umumən mühit pak olur, insanın qəlbi açıq olur. Və saat o əfsalı saat. Və bunun saatları, yəni bu orucluğun saatları bütün saatlardan fərqlidir. Sonraki xutbənin dalında izahı gələcək. Niyə bu saatlar o birisi saatlardan fərqlidir? Amma biləyin ki, bu ayda biz başqa ayda dediyimiz bir istiğfarın, başqa ayda oxuduğumuz bir Quran ayəsinin savabı bu ayda tamamilə fərqlidir. Hətta Peyğəmbər Xuda sallallahu aleyhi və səlləmdən rivayət var ki, bu ayda bir sətir Quran oxuyanı Allah təbarək və təala bir sətir Quran oxuyanı Allah təbarək və təala bir Quranın savabını verər. Onun üçün də bu ayda hətta insanlara bizə tövsiyə olunub ki, Quranı ərəbcə oxuya bilməsəydi, açaq onun üzünə baxaq. O üzünə baxmağın özündə böyük savab var. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.